Allah Taala Quranda özü buyurur ki, mən istəyirəm bəzisinə oğlan verirəm, bəzisinə qız və yaxud Bəli. bəzisinə hər ikisini verirəm və bəzisində əqim edirəm. Bu Allahın Aha. öz lütfüdür və bəzən də vermədiyində bir hikmət var. Bir ailədə uşaq olmursa və ərlə arvad da yola getmirlərsə, belə ailəni qorumağın bir mənası varmı? Hər ikisi də namaz qılandırlar. Zəhmət olmasa cavablandırardınız. Çox önəmli məsələlərdən biridir. Bu problemlərin çoxu insanlar arasında bəzən qarşılıqlı bir-birinə ehtiramsızlıqdan gəlib çıxır. Bir-birini dərk etməməkdən gəlib çıxır ki, problemlər var. Amma həll olunası müşküllərdən biridir. Yaxşı olar ki, bunların ailəsinə problem yaranmasın, yəni dağılma həddinə gəlib çıxmasınlar. Bu uşaq vasitədir. Bunun əvvəla yolları var. Müalicə edirsə, alınırsa heç, alınmırsa yaxınlardan evlad da götürüb saxlaya bilərlər. Sadə bir evlada görə bəzən ailənin dağılması lazım deyil. Bu Allahın məsləhətidir. Ola bilsin bəzi insanlar Allah Taala Quranda özü buyurur ki, mən istəyirəm bəzisinə oğlan verirəm, bəzisinə qız və yaxud bəzisinə hər ikisini verirəm və bəzisində əqim edirəm. Bu Allahın öz lütfüdür və bəzən də vermədiyində bir hikmət var. Versə, bəlkə onun üçün bir bəladır. Amma bəzi məsələlər var ki, aralarında problemlər. Mən özüm bəzi insanlar görmüşəm ki, evladları heç vaxt olmayıb, yaşlı, qoca böyüyüblər, məsələn, qocalıblar da, problemləri də o həddə olmayıb. Bu adi insanlar bəzən, adətən bu işdə bəzi qohum əqrabanın problemi çıxardırlar, valideynlər tərəfindən evlad məsələsinə. Amma ümumiyyətlə ailədə çox vaxt problemlər yaranması bir-birlərinə qarşı etinasızlıq və əhəmiyyət verməməsindən qarşıdır. Bu da yığılır problem. Ya kişinin həyat yoldaşına dəyər verməməsi, ya qadının həyat yoldaşına məsələn dəyər verməməsi. Bu yığılır, bir müddət səbr eləyir və bir müddətdən sonra artıq bu həmin şəxs dözə bilmir. Ona görə bəzi münasib insanlar, əlbəttə çox adamların olması bəzən aləmi daha da qarışdırır. Bacaran insan və o işi bacaran insan o insanlara köməyi olsa yaxşıdır. Adətən buyururlar ki, birinin problemini həll etmək üçün həmən insanda birinci eşitmək üçün qulaq lazımdır. Onun dərdinə qulaq asmalıdır. İkincisi, onun dərdin dərk eləməlidir. Dərdin dərk eləməlidir. Onu qulaq asıb səbr lazımdır ki, onu dərk eləsin. Üçüncüsü, onun dərdin başa düşəndən sonra onun dərdinə əlac etmək lazımdır. Ona görə bu ailədə mühümdür ki, bir-birlərinin səhvlərinə göz yumaraq güzəşt eləmək lazımdır. Güzəşt olsa problemlər həll olur.